Mənim üçün bir çox ağır gündür. 50 ildir çox dostluğumuz olan Ənvəri Azərbaycan kinosunun incilərindən biri, gözü sənətkarlardan biri Ənvəri itirdik. Ənvərin dəhşi kinoya, xalqa böyük töhfəsi var idi. Onu hamı sevirdi. Çox güzel, çox yaxşı aktör idi. Bir insan kimi də çox yaxşı insan idi. Ben indi fikirlərimi tamamlaya bilmirəm çünki biraz ağırdır. İtki. İtirmək çox pisdir. Dost itirmək çox pisdir. İtirmək yox. Azərbaycan kinosu itirdi. Azərbaycan xalqı itirdi Ənvəri. Bir güzel sənətkar idi. Ənvərin böyük zaslugası olsun, xidməti olub. Çox böyük. Və öz ömrünü kinoya həsərləyən, 60 ildən çoxunu kinoya həsərləyən bir insan axırda gəldi belə bir xəstəliyə düşər oldu və dünyasını dəyişdi. Allah ona rəhmət eləsin. Mən təkcə onun ailəsinə yox, həm də Azərbaycan xalqına başsağlığı vermək istəyirəm. Qəbri normal olsun. Ənvər, get rahat uyu. Biz həmişə səhər xatırlayacaqsan, bizim ürəyimizdə olacaqsın. Yaxşı ol Ənvər.